İran İslam İnqilabı Keşikçiləri Korpusu, Sepah, bazar günü gecə saat 2-dən 3-ə qədər həyata keçirdikləri birgə raket və dron əməliyyatı zamanı Küveytdəki Əli Əs-Salim bazasında və Bəhreynin Salman limanındakı 5-ci donanmada ABŞ ordusunun 8 mühüm obyektinə ballistik raketlər və pilotsuz uçuş aparatları buraxaraq onları məhv edib və Amerikanın son hücumuna qətiyyətlə cavab verib. Report xəbər verib ki, bu barədə Sepah Telegram kanalında məlumat yayıb. Qeyd olunub ki, ABŞ əldə olunan razılaşmaları pozur və Sepahın Hörmüz boğazına nəzarətini bəhanə edərək hücumlar həyata keçirir. İslamabad memorandumuna əsasən Hörmüz boğazından keçidə nəzarət İslam Respublikası tərəfindən həyata keçirilir və bundan sonra qaydaları pozan gəmilərlə əvvəlkindən daha sərt rəftar ediləcək. Düşmənin isə hər hansı bəhanə ilə baş verə biləcək istənilən hücumu, hətta dünən gecə və bugün olduğu kimi əhəmiyyətsiz hədəflərə yönəlsə belə sarsıdıcı cavab alacaq. Sepahdan bildirilib ki, atəşkəsin pozulması İslamabad memorandumunun 1-ci bəndinə ziddir və bütün proseslərin tamamilə dayanmasına gətirib çıxaracaq. Xatırladaq ki, ABŞ hərbi hava qüvvələri İrandakı hərbi hədəflərə zərbələr indirib. Sepah da ABŞ-ın hərbi obyektlərinə raket və PUA ilə zərbələr indirdiyini bəyan edib.